Qrafik natrium nitrat duzunun parçalanması zamanı parçalanma tənliyimizi yazaq. Əmsallaşdıraq. Bərk maddənin kütləsinin zamandan asıllığını əks etdirir. Yəni, baxırıq ki, bərk maddənin kütləsi 400 qramdan 336 qrama qədər azalmışdır. Yəni, 64 qram azalma baş vermişdir. Azalma bu reaksiyada alınan oksigen qazının hesabına baş verir. Və natrium nitrat duzunun kütləsini hesablayaq. 23, 14 və 48, 85 qram. 2 vuraq, 85 qram. Natrium nitrat parçalanır. O halda ki, 32 qram oksigen alınsın. Yəni, 170 qram. İndi bizdə 64 qram oksigen alınmışdır. Deməli, 340 qram natrium nitrat parçalanmışdır. Neçə qramdan? 400 qramdan. Duzun neçə faizi parçalanmışdır soruşur bizdən. 340 bölək 400 vuraq 100 qram vuraq 100. Bu da olacaq 85%. Verilmiş reaksiyalar üçün uyğun olmayanı müəyyən edin. Birinci reaksiya Hindistan şorasının alınma üsuludur. Doğrudur, bu sırf şoranın alınma reaksiyasıdır. 2 qat superfosfatın alınma üsuludur. Bu da doğrudur. 3 Çili şorasının alınma üsuludur. Doğrudur. Birinci reaksiyada mürəkkəb gübrə alınır. Həm kalium, həm də azot qida elementidir. Doğrudur. 2 sadə gübrə alınır. Doğrudur. Variantımız C variantıdır. Çili şorasının alınma üsulu deyil. Çünki Çili şorasının alınma üsulunda nitrat yox. Birinci reaksiyadakı kimi NO2, azot 4 oksid olacaq. Azot 4 oksiddə qarışıq anhidrit 2 müxtəlif turşundan hidrdə olduğuna görə natrium nitrat, natrium nitrit verəcək və karbon qazı da ayrılmış olacaq. Hansı reaksiyadan kalsium hidro ortofosfat alınır? Birinci reaksiyadan kalsium dihidroortofosfat alınır. Əmsallaşdırıb da baxa bilərik. 1-in 4-ə nisbətində 2 qat superfosfatın alınma reaksiyasıdır. İkinci reaksiyada 2 OH-mız var bizim. 4-də 6 hidrogen atomumuz var bizim. Buradan 2 vuraq 3-dən. Deməli, 2 mol su çıxarsaq, bizim burada qalacaq 4 hidrogen atomumuz. Deməli, kalsium H2PO4-dən 2 dəfə versək, 2 mol su çıxarıb. Tənliyimiz doğru olacaq. Deməli, kalsium dihidroortofosfat alındı. C variantı ümumiyyətlə getmir. Dihidroortofosfat yenidən turşu ilə getməz. Gəldik D variantımıza. 6 hidroksil qrupumuz var. 6 hidrogen atomumuz var. Deməli, buradan normal duzumuz alınacaq. Kalsium, orta, fosfat. Gəldik Y variantımıza. 2 OH qrupumuz var. 3 hidrogen atomumuz var. 2 mol su çıxacaq. Və qalan atomlar kalsium, hidro, ortofosfat. Yəni, cavabımız Y variantıdır. Hansı reaksiyaların getməsi mümkündür? Deməli, birinci reaksiyamıza baxaq. Birinci reaksiyada nitrat natrium karbonatla reaksiyaya daxil olmalıdır. Bu mümkündür çünki nitrat turşusu karbonat turşusundan güclüdür, sıxışdırıb çıxaracaq. İkinci reaksiyamızda xlorid turşusu və nitrat turşusunun reaksiyasıdır. Bu reaksiya mümkün deyil. Üçüncü reaksiyamızda əsasi oksid və turşudur. Kalsium, nitrat və su alınacaq. Reaksiya mümkündür. Dördüncü reaksiyada isə nitrat turşusu kalium sulfatdan sulfat turşusunu sıxışdırıb çıxarmaq qabiliyyətinə malik deyil. Cavabımız 1-3 D variantı olacaq. Hansı reaksiya doğru verilməyib? Duru sulfat dəmirlə 2 valentli duz verir və hidrogen ayrılır. Dəmir xlorid turşusu 2 valentli duz verir.
Kalsiyum qatı sulfatla H2S verir çünki aktiv metaldır. Kuprium qatı sulfatla SO2 verir çünki passiv metaldır. Duru sulfat qeyri-metallarla reaksiyaya daxil olmur. Qeyri-metallarla reaksiyaya daxil olan turşular qatı sulfat, duru qatı nitrat və bir də fluorid turşusudur ki, istisnadır. Silisiumla reaksiyaya daxil olur. X maddəsi amonyak ilə birləşmə reaksiyasına daxil olur. Amonyakla karbon qazı bilirsiniz ki, karbamid verir və su alınır. Amonyakla xlorid turşusu verəcək amonyum xlorid birləşmə. Amonyakla kuprium 2 oksid verəcək kuprium, azot və su birləşmə deyil. Deməli 1 və 4 olan bütün variantları silirik. Və amonyakla nitrat turşusu verəcək amonyum nitrat 2 və 3 oldu birləşmə reaksiyası. C variantı. 1 mol alkanın müəyyən hissəsinin yanmasından 2 mol karbon qazı alınmışdırsa, bu alkanın qalan hissəsində olan hidrogen atomları bizə əgər alkanın yanmasından 2 mol karbon qazı alınıbsa, deməli 3 mol da su alınıb. Çünki karbon qazı N, su da N+1'dir. Alkanların da atom sayı karbon atomu 2, hidrogen atomu da 2N+2'dir. Deməli bu 1 mol alkanın tərkibində 2N+2 mol hidrogen atomu var idi və onun gördüyünüz kimi 6 mol hidrogen atomu artıq ayrılıb həmin alkanın tərkibindən. Yerdə qalacaq 2N+2 minus 6, 2N minus 4. A variantı. Hansı qrafik doğru deyil? Hansı fikir doğru deyil? Qrafit laylı heksagonal quruluşa malikdir. Almaz elektrik cəryanını keçirir fikri yanlışdır çünki bu qrafitə aiddir. Almaz sp3 hibridləşməyə malikdir. Almaz ən bərk mineraldır. Qrafit sp2 hibridləşməyə malikdir. Doğru cavab B variantı. Karbonun allotropik şəkil dəyişmələri sp3 hibridləşmədirsə, deməli bu almaz, sp2 hibridləşmədirsə, deməli bu qrafit, sp, deməli bu da karbon. Bizdən X karandaş istehsalında istifadə olunur. Axı X bizdə sp3-dürsə almazdır. Karandaş istehsalı ola bilməz. Y sp2 dedik. Yumuşaqdır, laylı quruluşa malikdir. Ola bilər. Qrafit yumuşaq və laylı quruluşa malik ola bilər. Z təbii mineralların ən bərkidir. Amma Z təbii mineralların ən bərki ola bilməz. Çünki bu almaz idi. Deməli bizim doğru cavabımız yalnız ki B variantı. Verilmiş maddələr üçün hansı fikir doğrudur? İzomer maddələrdir 1 və 2. Bu doğru deyil. Çünki birinci karbon propan, yəni 3 karbon, ikinci nümayəndədə 4 karbon var. Qaynama temperaturuna görə 3 hamısından böyükdür, doğrudur. 2 və 1 kiçikdir, doğrudur. Çünki 4 karbonu var, bunun 3 karbonu var, emeri kiçikdir. Eyni sayda karbon atomu olanda, yəni emerin olanda isə şaxəsiz şaxəlidən daha çox olur. Doğrudur. Qaz halındadır yalnız bir, yanlışdır. Çünki metan, etan, propan, butan ilk 4 nümayəndəmiz qaz halındadır. Doğru cavab D variantı. Deməli, kükürdün qatı nitrat turşusu ilə reaksiyasından alınan qazın formulu. Biz kükürdün qatı nitrat turşusu ilə reaksiyasını yazaq. Alınacaq sulfat turşusu qatı nitrat olduğuna görə ayrılacaq oradan NO2 və su və əmsallaşdıraq. 0, müsbət 4, müsbət 5, müsbət 4. Bir kükürdə 4 də azota verdik. 4 nitrat turşusu, 2 hidrogenimiz burada var. Burada da ikisi var. Yoxlayaq baxaq. 12, 4, 0-dan müsbət 6'dır yoldaşlar. 0-dan müsbət 6'ya bura 6 olacaq. 6 nitrat turşusu. 6 hidrogenimiz var. İkisi burada. 4'ü çatmır. Bura 1-2 yazdıq. 18 burada bizim oksigenimiz oldu. 12 oksigenimiz burada. İkisi burada 14. 4'ü də burada 18. Deməli, əmsallarımız doğrudur.
Deməli, buradan alınan qaz oldu NO2, bu konkret oldu, bunu yazaq. Və 1,6 qram kükürt reaksiyaya daxil olmuşdur deyir. 32-yə görə əgər 6 mol alınıbsa, 16-ya görə 3, 1,6-ya görə də 0,3 mol olacaq. 0,3 mol olacaq. 6,72 litr. Yəni, doğru cavabımız B variantı. Alkanın bir üçlü karbon atomu varsa səmərəli adının müəyyən edin. sp3, S rabitə sayı hidrogen atomlarının sayı qədərdir. 12-yə bərabər eləsək, 2n10 olsa, n də 5 olacaq. Bir üçlü karbon atom yaratmaq istəyiriksə, bunu bu şəkildə şaxəli verməliyik. Səmərəli adını soruşursa, metanın törəməsi kimi baxırıq. Baxdıq ki, bizim kənarda 2 metilimiz və bir də etil radikalımız var. Olur dimetil, etil, metan. Dimetil, etil, metan. D variantı. Hansı reaksiyadan şaxəssiz quruluşlu maddə alınmaz? Şaxəli quruluşlu maddə alınmaz. Birinci reaksiyadan natrium karbonat və hidrogeni versək bura, şaxəli quruluşlu maddə alındı. İkinci reaksiya vürs, natrium xlorid, izopropili yazdıq və bir dənə də izopropili birləşdirdik, şaxəli. Üçüncü reaksiya hidrogenləşmə və oldu şaxəli. Dördüncü reaksiya alüminium xlorid izomerləşmə katalizatorudur. Butan çevrildi izobutana. Və altıncı reaksiyada natrium xlorid, propil, bir dənə də propil oldu şaxəsiz quruluşlu maddə. Y variantı. Tarazlıqda olan hansı reaksiyalarda təzyiqin artması, bir amonyakın sintezini yazaq, reaksiya formasında görək, söz tənliyini yazdıq. Amonyakın parçalanması, çevirək tənliyə və azot monoksidin azot dioksidə oksidləşməsi. Təzyiqin artması tarazlığı məhsullar tərəfində. Təzyiq artanda həcmin az olduğu tərəfində. Hansı reaksiyada sağda məhsullar tərəfdə həcm azdır? Birinci reaksiyada, ikidə əksinə çoxdur və üçüncü reaksiyada. Cavabımız D variantı. Hansı reaksiyadan turşu alınır? Deməli, H4PQ7 pirofosfat turşusu parçalanır metafosfat turşusuna və suya. Deməli, buradan turşu alınır. İkinci reaksiyada karbonat turşusu ortofosfat turşusunu sıxışdırıb çıxara bilməz və üçüncü reaksiyada kalsium fosfid hidroliz etdikdə kalsium hidroksid və fosfin alınır. Deməli, cavab yalnız bir A variantı. Hansı reaksiya doğru verilmişdir? Katalizator iştirakında oksidləşməsindən NO alınır, yanlışdır. Amonyum nitrat parçalandıqda N2O alınır. Litium nitrat orta aktivlər kimi parçalanır. Oksid NO2 və oksigen alınmalıdır. NO2 qarşı anhidritli temperaturla versə belə buradan NO mütləq alınmalıdır. Doğru cavabımız Y variantı. Cədvələ əsasən hansı ifadə doğru deyil? Hər üç növ şüşənin tərkibinə daxildirsə bu silisium ola bilər. Ola bilər. Y ancaq billur şüşədədirsə bu qurğuşun ola bilər. Z kimyəvi və billur şüşədədirsə o zaman bu kalium metaldır. Adi şüşədə yoxdursa natrium deyil, silisium deyil, bu kalium metaldır. Z aktiv metaldır, bu da doğrudur. X kalsium ola bilər, axı X billur şüşənin tərkibində yoxdur, bu yanlışdır. Və X kalsium ola bilər, yanlışdır. Z əlavə yarım qrup metalıdır. Cavabımız D. Deməli, hibrid orbitalların sayı 4n düsturu ilə hesablanır. N bərabərdir 8, 4n, n bərabərdir 5 və 4n, n bərabərdir 2.
Əgər Z-də N2-dirsə, deməli bizim R2 radikalımız metildir. Və əgər X-də N 8-ə bərabərdirsə, deməli burada C8-dirsə, R1 radikalımız 4-dür. Yəni ola bilər üçlü butil olsun, izobutil olsun, ikili butil olsun. Və 5 karbonumuz varsa, deməli metil, digəri də butil olmalıdır ki, 5 karbon olsun. Sadəcə Y alkanının ikili karbon atomu yoxdursa deyir. Y alkanının ikili karbon atomu yoxdursa. Gəlin baxaq. Deməli biz izobutil və metil versək, bizim ikili karbon atomumuz olur. Biz ikili butil, baxın, ikili butil və metil versək, yenə bizim ikili karbonumuz olur. Amma biz üçlü butil və metil versək, onda bizim burada ikili karbon atomumuz olmur. Cavabımız da olur B variantı. Hansı halda qatı turşu verilmişdir? Duru turşudur, qatı turşu olsa pasiv metallarla NO2 verərdi. Hidrogen ayrılıbsa duru turşudur, hidrogen ayrılıbsa duru turşudur. Dəmir qatı sulfatla 3 valentli, duru sulfatla 2 valentli verir, duru turşudur. Cavab olur D variantı. Hansı reaksiyada X PQ5 deyil? Kibritin alışma reaksiyası PQ5'dir. Fosfin yandıqda fosfor 5 oksidi alınır. Fosfor 5 oksid temperaturla orta fosfat turşusu verir. Kalsium fosfidin hidrolizindən kalsium hidroksid və fosfin alınır. Cavabımız D variantı. Deməli C4H verilib və CYH12 verilib. Hər biri 1 moldur. Yanmasından alınan su və karbon qazının mol miqdarı verilmişdir bizə. Deməli 1 molundan 9 mol karbon qazı və 10 mol da su alınmışdır. Burada bizə açar verilib, karbon 4'dür gördüyünüz kimi. Deməli bunun 1 molundan 4 mol karbon qazı alınacaq. 9 moldan 4 molu bunundursa 5 mol da bundan alınacaq. Deməli Y 5 olduğunu gördük. Burada da hidrogen açar verilib bizə. 12 hidrogen atomu varsa, deməli 6 mol sudur. 10 moldan 6 mol bunun payına düşürsə 4 mol da digərinin payına düşür. Deməli X-də olacaq 8. Bizdən X plus Y-in cəmini istəyir. O da olacaq 13. Alkanın monoxlorlu törəməsinin 0,1 molunda 2,9 qram alkan alınarsa, alkanın monoxlorlu törəməsinin əmsallaşdıraq. 0,1 molundan 2,9 qram alkan alınıb. Onda bunun 2 molundan 58 qram alkan alınacaq. 58 qram, yəni 14N plus 2 58'ə bərabər eləsək, 14N 56, N'i də 4 alsaq ki, buradan biz aldıq butan C4H10, onda R xlor istəsə, deməli bu C2H5 xlordur. Alkil halogeniddə polyar kovalent rabitə sayını istəyir bizdən. Polyar kovalent rabitə müxtəlif növ atomlar arasında yaranan rabitədir. Bizdə də alkil halogeniddə bir dənə xloru diqqətə alın. Yəni həm hidrogen atomlarının sayıdır burada, gördüyünüz kimi 5, bir də bu olacaq 6. Butan üçün hansı fikir doğrudur? C4H10. Hibrid orbital sayı 16'dır. 4N'dən olduğuna görə 16 olacaq, düzdür. Qeyri-hibrid orbital sayını S və P orbitalları təşkil edir. Butan üçündürsə, burada sadəcə S orbitallarıdır. Doymuş karbohidrogendir, düzdür. Qeyri-polyar kovalent rabitə sayı 3'ə bərabərdir. Bu da düzdür. N çıxaq 1 düsturu. Maye haldadır, qaz halındadır. Deməli bizim doğru cavabımız oldu. 1, 3, 4. Anyona görə hidroliz edir. Deməli, zəif və qüvvətli turşu, qüvvətli əsas və zəif turşu. Zəifə görə hidroliz edir.
Yəni bu kationa görə hidroliz edir. Bu isə aniona görə hidroliz edir. Deməli A getdi 3-ə. 1, 2, 3. Suda məhlul elektrik cəryanı keçirir. Hər ikisi həll olan duzdur. Ona görə də hər ikisi elektrik cəryanını keçirəcək. Kation sayı anion sayına bərabərdir. Hər ikisində xeyr. Burada 1 kation, 1 anion. Burada isə 2 kation, 1 anion var. Deməli bu gedəcək C, 1-ə. pH böyükdür 7, yəni ki, qələvi mühitdir demək istəyir. Qələvi mühitdə gördüyünüz kimi kalium karbonatdadır. D. Kation sayı anion sayından böyükdür. Bu da gedəcək yenə bizim kation sayı anion sayından böyükdür. Gedəcək bizim kalium karbonatımıza. Bir də baxırıq, kation sayı anion sayına bərabərdir. Kuprim 2 sulfatda. Aniona görə hidroliz edir. Deməli, anionu zəif olmalıdır. Bu olacaq kalium karbonatda. Suda məhlul elektrik cəryanını keçirir. B. Hər ikisinə aiddir. pH böyükdür 7. Qələvi mühit olmalıdır. Deməli, gedəcək 3-cü varianta. Kation sayı anion sayından böyükdür. Bu da gedəcək yenə kalium karbonata. 1C, 2B, 3A, D, Y. Dəmir 2 sulfat məhluluna maqnezium lövhə daxil etdikdə maqnezium sulfat və dəmir toplanacaq lövhənin üzərinə. Reaksiya tənliyini yazdıq. Deməli 24 qram və 56 qram. Aradakı fərqə baxırıq. Eləyəcək bizdə 32 qram. Deməli 32 qram dəmir lövhənin kütləsi artacaq. Bizə də 3,2 qram artma veribdir. Reaksiya daxil olan maqnezium istəyir. 32 qram artıma görə 24 qram maqnezium daxil olubsa, 3,2-yə görə də 2,4 qram maqnezium daxil olacaq. Məhlullar qarışdırıldıqda baş verən reaksiya amonium ortofosfat və argentium nitrat alınacaq argentium ortofosfat və amonium nitrat. Əmsallaşdırmayı unutmayaq. 3 düzəldi. Molekulyar tənliyi yazdıq. Y duzu gördüyünüz kimi burada məhlulda deyil, çöküntüdür, qabın dibindədir. Y duzumuz oldu bizim argentium ortofosfat. Bunu da qeyd etdik. Və son məhluldakı iyonların sayını istəyir. Bizə bu 1-in 3-ə nisbətində verilib, heç bir artıq miqdarda götürülməyib. Onsuz da 1-in 3-ə girməlidir reaksiyaya. Buradan da alındı 1 mol Y duzu və 3 mol amonium nitrat. Amonium nitratda dissosiasiya etdikdə bir dənə amonium, bir dənə də NO3 alınır 1 molundan, amma bizdə 3 moldur. 1 molu əgər 2 mol iyon verirsə, onda 3 molu da deməli bizə verəcək 6 mol iyon. Birinci və ikinci məhlullarda duzun dissosiasiya dərəcəsi eyni olarsa, öncə yazaq dissosiasiya tənliklərini. Şərtdə də bizə bildirilir ki, dissosiasiya tənliklərini yazmaq lazımdır. Deməli, 1 mol duzdan 2 mol alüminium, 3 mol da sulfat alınır. Amma bizə 1,2 mol sulfat iyonu verib. Deməli, 3 mol alınsaydı 100% olardı dissosiasiya dərəcəsi. 1,2 alınıb. Buradan tapırıq ki, dissosiasiya dərəcəmiz 40%-dir. Eyni şeyi indi bura tətbiq edəcəyik. Deməli, kalsium bromid dissosiasiyadan da kalsium 2 müsbət və 2 brom mənfi alınır. Deməli, bunun 1 molundan 2 mol brom 2 alınır. 40% buradan alınıb 1,6 mol brom iyonu. 100% nə qədər brom iyonu alınmalıdır, biz onu tapırıq ki, sonra yerinə yaza bilək. Deməli, 100% buradan alırıq X-i 4 brom iyonu. 2 brom iyonu alınması üçün 1 mol kalsium bromid dissosiasiya edibsə, 4 mol brom iyonu üçün də 2 mol kalsium bromid dissosiasiya edəcək.